Salam, hamınızı xoş gördük. Kanalımızı izleyen bütün izləyicilərə öz təşəkkürümüzü bildiririk. Bugün salat hazırlayıram. Yüngül, diyetik bir salatdır. Kələm və zeytun salatı. Bunun üçün bizə kələm lazımdır. Ağ, şirin kələmdən istifadə edirik. Kələmi duzlayacağıq. Duzda bir qədər qalıb, özünü boşaldacaq. Yəni kələm öləcək. Zeytun, qara zeytun, 2-3 ədəd kök lazımdır. Kökü sürtkəcdən keçirmişəm. Bir dəstə şüyüd, ağ pendir, ağ duzsuz pendirdən istifadə edirik. Yarım limon suyu, yəni 1-2 xörək qaşığı qədər limon suyu, biraz duru yağ və duz istiyotdan istifadə edəcəyəm. Kələmi nazik tel-tel doğradıktan sonra biraz duzluyuruq. Əlimizdə ovxalayırıq ki, kələm öz suyunu buraxsın. 5-10 dəqiqə sonra kələmin suyunu sıxırıq. Doğranmış tərəvəzləri bir yerə töküb qarışdırırıq. Biraz duru yağ əlavə edirik və yarım limonun suyunu sıxırıq. Bir yerdə qatırıq. Artıq salat hazırdır. Servis eləyə bilərik. Üzərinə ağ pendir rəndələyirik. Həm yüngül, diyetik bir salatdır. Heç bir ağırlığı yoxdur. Pendiri istədiyiniz pendirlə əvəz eləyə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Kanalı izləməyi unutmayın. Abunə olmağı da, videonu bəyəndinizsə like edin. Sağ olun.